edirəm. Heydər Əliyev sarayındayıq. Konsertə hazırlaşırıq. 4 konsertimiz qalıb. Əməkdar artist Cabir İmanovun atası, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İqtisad elmləri doktoru professor Qorxmaz İmanov oğlunun Vəhabi olması barədə iddialara reaksiya göstərib. Qorxmaz İmanov teleqrafa açıqlamasında bu məsələ haqqında danışmaq istəmədiyini bildirib. Mən matəm içindəyəm, bu suallara cavab vermək istəmirəm. Bütün jurnalistlərdən bizi narahat etməməyə xahiş edirəm deyə o bildirib. Planet Barnes Bako KVN teatrının aktyoru Cabir İmanovun yaxın dostu Ələkbər Əliyevin isə deyilənlərə cavabı belə olub. Öz işləri ilə məşğul olsunlar. Qeyd edək ki, Cabir İmanov bir neçə gün öncə Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək vəfat edib. Küçə yeməklərini antireklamına aparmıram. Amma çox ziyandır. Bütün uşaqlar ona qaçır. Nə olub? Bunu evdə etmək olar. Evdə nə qədər dadlı yemək hazırlasaq da azca yeyib gedir. Oğluma küçə yeməyi təklif edəndə deyir hə. Bu sözləri müğənnə Xatirə İslam Günə Bax proqramında deyib. Sənətçi fast foodların ziyanından danışıb. Xatirə eyni zamanda tibb sahəsində sığortanın olmasından bəhs edib. Sığorta kartım var. İllik 50 min manatlıq oradan istifadə edə bilərik. Bu həyat yoldaşımın işi ilə əlaqədardır. Heç vaxt istifadə etmirəm. Deyirəm ki, burada var da, get yoxla. Utanıram etməyə, amma lazımdır. Həyat yoldaşım deyir, əvvəl 45 yaşdan sonra stressdən yoxlanma lazım idi. İndi bu yaş 35-ə inib. Sığorta kartı dünyanın hər yerində var. Amma onunla gedəndə yaxşı qəbul olunmur. Nəqd ödəniş verəndə həkim lap yaxşı qəbul edir.